Azərbaycanlı pəhləvanın rekordu Rusiyada qeydə alınıb. 63 yaşlı xalq pəhləvanı Əliyar Musayev qatar eşalonunu çəçələ barmaqları ilə dartması həm Rusiya rekordlar kitabına, həm də MDB və Avropa rekordlar kitabına düşüb. Moskvada Azərbaycanlı pəhləvana diplomlar təqdim olunub. Azərbaycanın xalq pəhləvanı Əliyar Musayevin nailiyyətləri Rusiyanın rekordlar kitabı tərəfindən qeydə alınıb. Həmyerlimiz çəçələ barmaqları ilə 71 ton 250 kiloqram ağırlığında 3 qatar vaqonunu 20 metr irəli dartmaqla Rusiyada MDB və Avropa məkanında rekorda imza atıb. Rusiya MDB və Avropa rekordlar kitabının baş redaktoru Aleksey Svistunov Azərbaycanlı pəhləvana diplomları təqdim edib. Biz Əliyar Musayevin bir neçə rekordunun olduğunu bilirik. Onun bir çox nailiyyətləri var. Lakin biri bizim tərəfimizdən qeydə alınıb. Bu nailiyyət həm Rusiyadakı, həm də MDB və Avropa ölkələrindəki nailiyyətlərlə müqayisə olunub. Böyük iş aparılıb. Yekunda biz Əliyar Musayevin nəticəsinin indiyə qədər heç kəs tərəfindən əldə olunmadığını təsdiqləmişik. Heç kəs çəçələ barmaqları ilə bu ağırlıqda 3 qatar vaqonunu çəkə bilməyib. Aleksey Svistunov Əliyar Musayevin redaksiyaya daxil olan digər nailiyyətlərinə də baxmağa hazır olduqlarını bildirib. O ki qaldı çəçələ barmaqları ilə qatar vaqonlarının dartması nailiyyətinin dünya rekordu kimi qeydə alınmasına, bildirməliyəm ki, belə bir perspektiv var. Çünki bu həqiqətən ciddi nailiyyətdir. O ağırlıqda yükü dartmaq, özü də çəçələ barmaqları ilə. Bu dünyada görünməmiş bir şeydir. Rusiyalı mütəxəssis Azərbaycanlı pəhləvanın nailiyyətinin Ginnesin rekordlar kitabına düşməsi perspektivindən də danışıb. Ginnesin rekordlar kitabının redaksiyası Londonda yerləşir. Bu nəşr beynəlxalq statusa malikdir. Onun nailiyyətləri ilə bağlı reputasiyası bütün dünyada qəbul olunur. Siyasi konjunkturadan asılı olmayaraq Ginnesin rekordlar kitabının redaksiyası Rusiya və digər ölkələrdən əməkdaşlığı davam etdirir. Biz həm Rusiyalı idmançıların, həm də MDB-dən olan idmançıların nailiyyətlərinin Ginnesin rekordlar kitabı tərəfindən qeydə alınmasına köməklik göstəririk. Əliyar Musayevin nailiyyəti danılmaz faktdır. Ona görə də Əliyar Musayevin rekordunun Ginnesin rekordlar kitabı tərəfindən qeydə alınacağına çox ümid edirik. İnşallah Allahın köməliyi ilə yeni hədəfim, yəni yeni məqsədim dünyanın Ginnes rekorduna düşməkdir. İnşallah biz zayıfqanı oğlum göndəribdir, hal-hazırda göndəribdir. İndi bundan sonra biz o Ginnes rekordunu, yəni onun üzərində işləyəcək. İnşallah yəqin ki, mən özüm arzu edirəm ki, Ginnes rekordunu da inşallah Azərbaycana, yəni onun medalını, yəni diplomunu inşallah gətirəcəyəm. Aleksey Svistunov Əliyar Musayevin rekordunun Rusiya və MDB və Avropa rekordları kitabına düşmüş ilk Azərbaycan rekordu olmadığını, 2009-cu ildə Gəncədə dünyanın ən böyük paxlavasının və şüşədən evin də rekord kimi qeydə alındığını söyləyib. Fərid Əkbərov, İTV Xəbər, Moskva.